Dostlar, salam. Sizə bir sual verim. Niyə bəzi insanlar 60-dan, 70-dən sonra da rahat yeriyir, pilləkən qalxır, nəvəsini qucağına alır, hətta velosiped sürür, üzür, bağda işləyir? Amma başqa insanlar eyni yaşda stuldan qalxanda çətinlik çəkir, tarazlığını itirir, belindən, dizindən, çiynindən şikayət edir və özlərinə bir cümlə ilə təsəlli verir. Yaş belədir. İllər əvvəl mən ilk dəfə Almaniyada müşahidə etdiyim şeylərdən ən çox buna təəccüblənmişdim. Oradakı həmyaşıd insanların bir hissəsi bizim bölgədə yaşlı sayılan dövrdə hələ də çox aktiv idi. Onlar tennis oynayırdı, velosiped sürürdü, uzun məsafə yeriyirdi, bağ işi görürdü, nəvələrini çiyninə alırdı. Və burada əsas məsələ nə genetika idi, nə hava, nə də onların bəxti gətirib düşüncəsi. Əsas fərq bir şeydə idi. Onlar 40-dan sonra bədəni başqa cür məşq etdirirdilər. Mən doktor Azərəm. Uzun illərdir uzun ömürlülük, yaşlanma və hərəkət sisteminin sağlamlığı ilə bağlı mövzularla məşğulam. Və bugün sizə çox vacib bir həqiqəti izah edəcəm. 40 yaşdan sonra qocalma ilk növbədə pasportda başlamır. Qocalma hərəkətdə başlayır. Əzələlərdə başlayır. Tarazlıqda başlayır, koordinasiyada başlayır, sümüklərdə başlayır. Ən təhlükəlisi isə odur ki, bir çox insan bunu çox gec anlayır. Bu videoda siz öyrənəcəksiniz, 40-dan sonra bədəndə hansı 4 əsas dəyişiklik baş verir? Niyə adi səhər gimnastikası artıq kifayət etmir və ömrü, müstəqilliyi, hərəkət qabiliyyətini qorumaq üçün hansı 3 yüklənmə növü mütləq lazımdır? Və videonun sonunda sizə çox sadə bir test göstərəcəm. Bu test cəmi 1-2 dəqiqə çəkir və bioloji yaşınız haqqında düşündüyünüzdən daha çox şey deyə bilər. Bizim ən böyük səhvimiz hərəkəti hərəkət kimi yox, vərdiş kimi görmək. Əvvəl çox vacib bir şeyi başa düşək. Bizim nəsildə çox adam idmanı və hərəkəti hələ də köhnə anlayışla qiymətləndirir. Yəni belə düşünür. Biraz səhər gimnastikası etdim, kifayətdir. Gündəlik iş gücüm var, artıq yetər. Bazar günü parkda gəzdim, deməli idman elədim. Gənc yaşda bu yanaşma müəyyən qədər işləyə bilər. Amma 40-dan sonra bədənin tələbi dəyişir. Çünki 40-dan sonra bədən sadəcə daha çox hərəkət istəmir. Bədən daha ağıllı, hədəfli və düzgün seçilmiş hərəkət istəyir. Burada əsas fərq budur. İndi çox vacib bir hissəyə gəlirik. 40-dan sonra bədən daxilində 4 böyük dəyişiklik başlayır. Əgər insan bunları başa düşmürsə, yanlış yüklənmələrlə özünü aldadır. Birinci dəyişiklik, əzələ itkisi. Yaş artdıqca bədən əzələ kütləsini tədricən itirməyə başlayır. Bu proses çox insanda səssiz gedir. Yəni insan tərəzidə eyni çəkini görə bilər, amma bədənin tərkibi artıq dəyişib. Əzələ azalıb, yağ artıb. Və burada kritik məqam budur. Əzələ sadəcə güc deyil. Əzələ metabolizmdir. Əzələ şəkərin idarəsidir. Əzələ hərəkətin təhlükəsizliyidir. Əzələ yıxılmamaqdır. Əzələ oynaqları qorumaqdır. Əgər insan əzələsini qorumursa, o təkcə güc itirmir. O gələcək müstəqilliyini itirməyə başlayır. İkinci dəyişiklik. Sinir və əzələ arasındakı əlaqənin zəifləməsi. Bədən hərəkəti təkcə əzələ ilə etmir. Beyin və əzələ arasında çox dəqiq bir əlaqə lazımdır. Tarazlıq, koordinasiya, ayağın yerə necə düşməsi, çevriləndə bədənin necə idarə olunması, bütün bunlar sinir sistemi ilə bağlıdır. Yaş artdıqca bu əlaqələr zəifləyə bilər. Əgər onları məşq etdirmirsinizsə, bədən hərəkəti daha kobud, daha yavaş, daha qeyri-dəqiq edir. İnsan bunu çox vaxt yaş kimi qəbul edir. Halbuki bəzən bu sadəcə məşq olunmamış sistemdir. Üçüncü dəyişiklik, elastikliyin azalması. Burada çox adam sadəcə oynaqlarım tutulub deyir. Amma məsələ təkcə oynaqlarda olmur. Əzələni, vətəri, bağları və bütün hərəkət zəncirini əhatə edən toxmalar vaxt keçdikcə daha sərt olur. İnsan səhər özünü daha taxta kimi hiss edir. Əyilmək çətinləşir, dönmək sərtləşir, hərəkət daha məhdud olur. Əgər insan bunu dəyişdirmirsə, zamanla həm ağrı artır,
həm də hərəkət keyfiyyəti azalır. Dördüncü dəyişiklik. Hormonal fonda azalma. 40-dan sonra bərpa qabiliyyəti gənclikdəki kimi olmur. Kişilərdə testosteron tədricən azalır. Qadınlarda hormonal keçid dövrləri başlayır. Bu dəyişikliklər təkcə əhvala və ümumi enerjiyə yox, əzələ kütləsinə, sümük sıxlığına, bərpaya və yağlanmaya da təsir edir. Yəni bədən öz-özünə əvvəlki kimi formda qalmır. Onu qorumaq üçün daha düşünülmüş sistem lazımdır. Niyə adi səhər gimnastikası artıq kifayət etmir? İndi çox vacib sual. Əgər bütün bunlar baş verirsə, niyə adi səhər gimnastikası kifayət etmir? Çünki o çox vaxt çox zəifdir. Biraz əl-qol hərəkəti, biraz boyun çevirmə, bir neçə əyilmə. Bunlar pis deyil, amma 40-dan sonra əsas problemləri həll etməyə yetmir. Bu hərəkətlər əzələyə kifayət qədər stimul vermir, tarazlığı ciddi məşq etdirmir, sümüyə yük yaratmır, bədəni funksional olaraq gücləndirmir. Yəni belə gimnastika sizi tam hərəkətsizlikdən xilas edə bilər, amma qocalmanı ləngitmək üçün tək başına yetərli deyil. Bu çox vacib fərqdir. 40-dan sonra lazım olan 3 yüklənmə. İndi isə ən vacib hissəyə keçək. 40-dan sonra bədənin uzun ömürlü və funksional qalması üçün 3 növ yüklənmə vacibdir. Bunlardan biri yox, ikisi yox, hamısı lazımdır. Çünki biri əzələni qoruyur, biri ürək-damar sistemini qoruyur. Biri isə yıxılmaqdan və koordinasiya etkisindən qoruyur. Birinci yüklənmə, güc məşqləri. Bir çox insan bu sözü eşidəndə qorxur. Bu mənlik deyil. Mən ştanga qaldıran deyiləm. Bu gənclər üçündür. Amma burada söhbət idman zalı rekordlarından getmir. Söhbət əzələni qorumaqdan gedir. 40-dan sonra güc məşqləri lüks deyil, zərurətdir. Çünki əzələ etkisinin qarşısını ən yaxşı alan şey məhz müqavimətə qarşı hərəkətdir. Bu müqavimət nə ola bilər? Öz bədən çəkisi, rezin bantlar, yüngül qantel, stuldan qalxıb enmək, divardan itələmə hərəkətləri. Əsas prinsip çox sadədir. Əzələ hiss etməlidir ki, ona iş düşür. Əgər bədənə bu siqnalı vermirsinizsə, orqanizm çox sadə düşünür. Bu əzələlərə ehtiyac azalıb, deməli saxlamağa da ehtiyac yoxdur. Güc məşqləri həm də sümük üçün çox vacibdir. Xüsusilə qadınlarda menopozadan sonra. Çünki sümük də istifadə olunmayan sistemləri sevmir. Ona yük gəlməlidir ki, öz sıxlığını qorumaq üçün siqnal alsın. Yəni güc məşqləri sadəcə bədən yığmaq üçün deyil, onlar sümükləri qorumaq, yıxılma riskini azaltmaq, bel və dizləri sabitləşdirmək üçün də vacibdir. Ən yaxşı variant nədir? Həftədə 2 və ya 3 dəfə, 20-30 dəqiqə. Böyük əzələ qruplarını işlədən sadə hərəkətlər. Məsələn, stuldan qalxıb enmək, divardan və ya masadan itələmə, qantel və ya su şüşəsi ilə çəkib qaldırma, ayaq barmaqları üzərinə qalxma, sadə plank növləri. Burada əsas prinsip müntəzəmlikdir. İdeal proqram yox, davamlılıq. İkinci vacib növ kardio yüküdür. Amma burada da çox vacib yanlış anlaşılma var. Bir çox insan ya heç nə etmir, ya da birdən-birə ağır qaçışa başlayır. 40-dan sonra əsas məqsəd özünü əzmək deyil, ürək-damar sistemini ağıllı şəkildə işlətməkdir. Ən yaxşı yollardan biri sürətli gəzintidir. Sadə görünür, amma çox güclü təsiri var. Gəzinti qan dövranını yaxşılaşdırır, insulinə həssaslığı artırır, stressi azaldır, ürək və damar sisteminə dayanıqlılıq verir. Amma daha yaxşı effekt üçün bəzən ritmi dəyişmək çox faydalıdır. Məsələn, 2 dəqiqə rahat temp, sonra qısa müddət daha sürətli temp. Bu tip dəyişən ritm ürək-damar sistemini daha yaxşı məşq etdirə bilər. Əsas məqsəd bədəni tam tükəndirmək deyil, onu müxtəlif rejimlərə uyğunlaşdırmaqdır. Kardio yükü həm də beyin üçün vacibdir. Çünki qan dövranı yaxşılaşanda beynin qidalanması, diqqət və ümumi enerji də müsbət dəyişə bilər. Həftədə 3-4 dəfə 20-30 dəqiqəlik düzgün seçilmiş kardio yükü uzunömürlülük baxımından çox böyük fərq yaradır. Üçüncü yüklənmə, balans və koordinasiya məşqi. İndi gələk ən az qiymətləndirilən, amma bəzən ən vacib sahəyə, balans və koordinasiya. Bir çox insan bunu ciddi almır. Halbuki yaşlandıqca yıxılmaq riski ən böyük problemlərdən birinə çevrilir. Yıxılma sadəcə bir anlıq hadisə deyil. O bəzən sınıq, əməliyyat, uzun yataq rejimi və sonradan ümumi zəifləmə ilə nəticələnir. Bəzi insanlar elə həmin nöqtədən sonra əvvəlki funksional vəziyyətinə qayıda bilmir və çox vaxt bu proses birdən-birə baş vermir. İllərlə tarazlıq sistemi məşq olunmur, ayaqaltı hissiyat zəifləyir, stabilizator əzəllər işləmir, beyin bədəni əvvəlki kimi idarə etmir. Balans məşqi üçün nələr etmək olar? Bir ayaq üstündə dayanmaq,
düz xətt üzrə yerimək, sadə dönmə və sabitlik hərəkətləri, oturduğun yerdən kontrollu qalxmaq, hətta gündəlik vərdişlərin içinə də salmaq olar. Məsələn, diş fırçalayanda qısa müddət bir ayaq üstündə dayanmaq. Bu cür sadə məşqlər belə sinir əzələ sisteminə çox yaxşı siqnal verir və uzun müddətdə yıxılma riskini azaltmağa kömək edə bilər. İndi isə gələk ən ağıllı sistemə. Əgər bu üç yüklənmə növünü bir yerdə görmək istəyirsinizsə, ən yaxşı yanaşmalardan biri funksional məşqdir. Funksional məşq nədir? Bu, real həyat hərəkətlərinə bənzəyən məşqlərdir. Yəni, idman zalında sadəcə bir əzələni təcrid edib işlətmək yox, bədəni həyat üçün hazırlamaqdır. Məsələn, stuldan düzgün qalxmaq, yerdən nəsə götürmək, əlində yük daşımaq, dönərək tarazlığı saxlamaq. Bu tip məşqlər bir anda bir neçə sistemi işlədir. Əzələ, tarazlıq, koordinasiya, dayanıqlılıq. Məhz buna görə funksional məşq 40-dan sonra çox dəyərlidir. Çünki həyat da funksionaldır. Həyat sizdən izolyasiya olunmuş hərəkətlər yox, kompleks hərəkətlər tələb edir. Məsələn, bazardan torba qaldırmaq, pilləkən çıxmaq, uşağı və ya nəvəni qaldırmaq, yerdə düşən əşyanı götürmək. Əgər məşq bunlara bənzəmirsə, bədən hər zaman həyatda sizə lazım olanı qoruya bilmir. İndi isə sizə çox sadə test deyim. Bu test çox məşhurdur və bir neçə vacib sistemi eyni anda qiymətləndirir. Yerdə oturun, sonra ayağa qalxın. Amma mümkün qədər əllərinizdən, dizinizdən və əlavə dayaqdan istifadə etmədən. Bu çox sadə görünür, amma əslində burada bədən haqqında çox şey görünür. Əgər insan bunu rahat və nəzarətli şəkildə edə bilirsə, bu adətən gücün, tarazlığın, koordinasiyanın və hərəkətliliyin yaxşı olduğunu göstərir. Əgər qalxmaq üçün bir neçə dəfə dayaq lazımdırsa, burada artıq siqnal var. Bu test diaqnoz deyil, amma bədənin funksional vəziyyəti haqqında çox dürüst məlumat verir. İnsanların bir çoxu yaşını pasportla ölçür, amma bədən yaşını çox vaxt hərəkət göstərir. İndi çox vacib praktik hissəyə gələk. Bir çox insan belə videolardan sonra düşünür, yaxşı, hər şey aydındır, sonra başlayaram. Xeyr, ən düzgün vaxt sabahdır. Və yaxşı xəbər budur ki, sizə nə bahalı zal, nə xüsusi forma, nə də mürəkkəb proqram lazımdır. Başlanğıc üçün çox sadə plan kifayətdir. Həftədə 3 gün, 20 dəqiqə güc məşqi. Həftədə 3-4 gün, 20-30 dəqiqə sürətli gəzinti. Hər gün 2-3 dəqiqə balans və sabitlik hərəkətləri. Başlanğıc üçün bu kifayətdir. Əsas məqsəd birdən-birə ideal olmaq deyil. Əsas məqsəd sistemi qurmaqdır. İlk 2 həftədə bədən sadəcə oyanacaq. Bir aydan sonra fərqi hiss etməyə başlayacaqsınız. Stuldan daha rahat qalxacaqsınız. Pilləkən daha asan olacaq. Gün içində enerji fərqli olacaq. Bir neçə aydan sonra isə insan çox vaxt bunu deyir. Mən özümü əvvəlkindən daha yüngül hiss edirəm. Bu sadəcə əhval deyil. Bu, funksional yaşın dəyişməyə başladığını göstərir. Gəlin əsas fikri çox aydın deyək. 40-dan sonra qocalma təkcə üzdə başlamır. Qocalma ilk növbədə hərəkətdə başlayır. Əgər əzələlər zəifləyirsə, tarazlıq pozulursa, koordinasiya itirsə, sümük və oynaqlar yükə hazır deyilsə, bədən pasport yaşından daha tez qocalır. Amma əgər insan düzgün 3 yüklənməni sistemli şəkildə həyatına salırsa, çox şey dəyişmək mümkündür. Birinci, güc məşqi. İkinci, ürək damar yüklənməsi. Üçüncü, balans və koordinasiya. Bu üçü birlikdə uzun ömürlülük üçün çox güclü sistem yaradır. Bunlar idmançılar üçün yox, normal insanlar üçündür. Üstəgil qalmaq istəyən insanlar üçün, yıxılmadan, gücsüzləşmədən, tez qocalmadan yaşamaq istəyən insanlar üçün. Ən vacib şey isə budur. Başlamaq üçün gec deyil. İnsan 60-ında da başlaya bilər, 70-ində də, hətta daha sonra da. Bədən hər zaman tam gəncləşmir, amma çox vaxt ona verilən doğru siqnala cavab verir. Mən doktor Azərəm. Növbəti videoda çox vacib və çox həssas bir mövzudan danışacağıq. 50 yaşdan sonra nəvənin adını unuttun? Halların 80% normaldır, amma 20%-də bu demensiyanın ilk siqnalı ola bilər.
Çünki yaddaş zəifləməsi həmişə xəstəlik demək deyil, amma bəzən onu normal saymaq çox böyük səhv olur. Sağ olun, salamat qalın.